Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Надеюсь, у вас все хорошо, все благополучно. Мы с вами продолжаем наши уроки из 11 класса, и сегодня будем разбирать 7-й урок из 5 раздела. Завещание потомкам, а текст наш называется «Старый кирпичник». Сначала прочитаем, как всегда, на русском, затем сделаем общий перевод на azərbaycanski. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz Rus dili kanalıma. Sizinlə biz yenə dərslərimizə davam edirik. Ümidvarım sizdə də hər bir şey yaxşıdır. Və 11-ci sinifdən 5-ci bölmənin 7-ci dərsidir. Burada köhnə kərpiç kişidən söhbət gedəcək. Mətnimizi oxuyacağıq Rus dilində, sonra ümumi tərcümə eləyəcəm Azərbaycan dilinə. Suallarınız da olsa mütləq formada yazın, kommentariya bölməsində bizimlə bölüşün və mən çalışacağım hər bir kəsə cavablandırım. İndi isə oxuyaq. В одном древнем восточном городе жил старый кирпичник. Каждый день он трудился в поте лица. Из обычной земли и воды делал кирпичи. При мысли, что из этих кирпичей строится жилье, кирпичник испытывал чувство радости и гордости. Источником радости для старика было то, чем он занимался. Однажды во время работы к кирпичнику подошел красивый юноша и стал увещевать его. С надменным видом он обратился к старику. «Что это за занятие? Что ты нашел в этой земле, в воде и соломе? На что тебе эта грязная работа? Не делай этот просторный мир тесным для себя. Оставь эту черную грязь и найди себе другое занятие. Ты же не раб, чтобы день и ночь гнуть спину на этой работе». Старик окинул гордого юношу внимательным взглядом и произносит: «Ты, кажется, надумал меня поучать. Юноша, не рассуждай о том, о чем ты не имеешь ни малейшего представления. Делать кирпичи и трудиться день и ночь, выполняя эту черную работу, для человека не предосудительно. Я выбрал это занятие, чтобы в крайней нужде не обращаться за помощью к таким, как ты. Для меня большая честь жить за счет своего труда. Слоняющийся без дела человек и земле в тягость. Человек – дитя труда. Жилище – это тоже творение человека. Я ощущаю силу рук своих, слышу биение сердца своего, каждый раз, когда я вижу сделанные мной кирпичи, вкладки стен жилищ. Вижу и радуюсь. Ты молод, сын мой, многого еще не понимаешь. Не относись с презрением к черной работе. Человек создан для того, чтобы трудиться. Черная грязная работа тоже возвеличает человека. Труд – венец человека. Не гляди на труженика свысока. Жизнь немыслима без труда кирпичника, каменотеса, водовоза. Недаром ведь пословица гласит: «Ты господин, и я господин, а кому коров доить?» Чего добьешься, слоняясь без дела? Пока есть сила в руках, пока стою на ногах, буду трудиться и своим трудом добывать себе хлеб насущный. Это путь моих предков, это смысл моей жизни, в этом мое счастье. Юноша, устыдившийся своих слов, был сильно смущен и не проронил ни слова. Опустив голову, он ушел прочь. Слова загоревавшего от солнца закатанными рукавами, босого с искрящимися глазами кирпичника глубоко запали в душу юноши. Сейчас этот мудрый старец в его глазах возвысился до вершин гор Гошкар и Кепес. Мир Джалал. Словарь. В поте лица старательно трудиться, увещевать, поучать советами, надменный, высокомерный. Окинуть взглядом, посмотреть на кого-нибудь, на что-нибудь. Предосудительно, достойно осуждения. Нужда, бедность. Слоняющийся, ходящий без дела. Быть в тягость, доставлять трудности. Биение, стук. Хлеб насущный, необходимый для жизни. Не проронить ни слова, ничего не сказать. Запасть в душу, произвести сильное впечатление. Demək, bizim hekayəmiz nədir? Deyir ki, bir dənə kənddə, şərq tərəfdə, bir qədim şərq şəhərində bir qoca kişi, qoca kərpiç işləyən kişi yaşayırdı. Hər gün o, bütün günü tər, qan içində adi torpaqdan, sudan kərpiclər eləyirdi. Fikir ki, bu kərpiclərdən evlər tikilir. Bu kərpiç kişidə çox gözəl bir duyğular, sevinç, qürur duyğusu yaradırdı.
onun mənbəsi sevincin ki, o idi ki, o nə ilə məşğul idi. O ona sevinç gətirirdi. Bir gün bu işləyən zaman bu kişiyə yaxınlaşır bir dənə gözəl bir oğlan və başlayır ona nəsihət eləməyə. Belə demək qürurlu yox, belə lovğa bir baxışla o ona müraciət edir qoca kişiyə. Bu nə işdir? Nə tapmısan sən bu suda, bu torpaqda, bu otluqda? Sənə nəyə lazımdır bu çirkli iş? Sən bu dünyanı, bu boyda böyük dünyanı özün üçün çox balaca eləyirsən. Bu qara işi qoy qırağa, özünə başqa bir iş tap. Sən axı qul deyilsən, axı gecə gündüz burada belivi, bu işdə belivi əyəsən. Qoca kişi baxdı ona belə bir baxışla, diqqətli baxışla bu lovğalı, bu qürurlu oğlana və dedi: sən deyəsən, fikirləşirsən ki, mənə nəsihət verirsən. Ay cavan oğlan, belə müzakirə etmə, belə demək, qınaq etmə o işə ki, hansından ki, heç bir təsəvvürün yoxdur. Kərpic eləmək, gecə gündüz işləmək, bu qara işi yerinə yetirmək insan üçün heç bir pis bir şey yoxdur. Mən bu işi seçmişəm ki, ən belə çox çətin kasıbçılıqda sənin kimi insanlara müraciət etməyim kömək üçün. Mənim üçün bu böyük bir qürur, şərəfdir ki, mən öz əməyimin sayəsində yaşayıram. İşsiz gəzən insan yer içində ağırlıq eləyir. İnsan bu əməyin uşağıdır, bəhrəsidir yəni. Və evlər bu da insanın yaratdığıdır. Mən öz əllərimin gücünü hiss eləyirəm. Öz ürək döyüntümü eşidirəm hər dəfə ki, haçan ki görürəm ki, mənim elədiyim kirpiçlər hansısa evi tikibdir. Görürəm və sevinirəm. Sən cavansan oğlum, çox hələmşəyə başa düşmürsən. Heç vaxt bu qara işə nifrətlə yanaşma, münasibət göstərmə. İnsan onun üçün yaranıb ki, əmək göstərsin. Qara iş, şirkli iş həmçinin də insanı böyüdə bilir, ucalda bilir. Burada atalar sözü kimi veriblər ki də, əmək insana yaraşır. Heç vaxt işləyənə yuxarıdan aşağıya baxma mənasında. Deyir, həyat əməksiz mənasızdır. Kərpicinin, daş düzəldənin, suda işləyənin, boş-boşuna əbəs yeri deməyiblər ki, atalar sözü ki, sən yaxşı, bosssan, yəni direktorsan və yaxud da sahibsən, mən sahibəm, bəs inəkləri kim saxsın? İşsiz dayanaraq nəyi əldə etmək olar? Hələ ki, əlimdə güc var, ayaq üstə dayana bilirəm, mən işləyəcəm və öz əməyimlə özümə çörək qazanacam. Bu yol mənim dədə-babamın yoluydu, bu mənim həyatımın mənasıdır və burada mənim xoşbəxtçiliyimdir. Cavan oğlan utandı öz dediyi sözlərdən, çox belə pis, belə həm utandı, həm belə çəkindi və heç bir söz demədim. Başını aşağı əydi və çıxdı, getdi. Bu istidən, günəşdən üzü qızarmış, əllərini yuxarıya çəkmiş, ayaqların və gözlərində belə işıldayan bu kərpic kişinin dediyi sözlər bu uşağın qəlbinə toxundu. İndi bu demək müdrik kişi onun gözündə ta dağlara qədər yüksəldi, böyüdü. Qoşqar Kəpəz dağlarına qədər yüksəldi. Mir Cəlal, bu bizim mətnimiz idi. Sözlər в поте лица, tərqan içində, увещевать, nəsihət vermək, надменный, lovğa, окинуть взглядом, bir baxış eləmək, baxmaq, предосудительно, qınaq kimi eləmək, нужда, ehtiyac, слоняющийся, işsiz gəzən, быть в тягость, bu ağırlıq etmək, Biyeniya, döyüntü, xleb насущный, çörək pulu, не проронить ни слова, heç bir söz deməmək, запасть душу, ürəyinə salmaq və yaxud da çox belə böyük təsir etmək. Теперь давайте посмотрим задание. Прочитайте рассказ «Старый кирпичник», определите основную мысль произведения. Oxuyun və əsas mənanı deyin. Əsas mənanı burada siz bu atalar sözündə də deyə bilərsiniz. Труд – венец человека, не гляди на труженика свысока. Bax, bu elə ümumi mənasıdır ki, insan əmək göstərməlidir və heç kimə belə yuxarıdan lovğalıqla baxmaq olmaz. Bax, bu atalar sözü uyğundur bizim əsas mənamıza, mətnimizin. Следующее. Задание второе. Прочитайте высказывания известных
Писатели, объясните, как они соотносят с содержанием рассказа «Старый кирпичник». Проведите дебаты на тему «Роль труда в жизни человека». Deyir ki, bu tanınmış yazıçıların dediklərinə, deyilişlərinə baxın, mətnimizlə nə əlaqəsi var və belə bir debat keçirdin. Debatdakı biri bir mövzu qoyulur, biri plus hissələrini deyir, biri minus hissələrini deyir. Yəni bir-birləri ilə sanki müzakirə və sanki yarışa kimi girirlər. Biri deyir ki, yox bu belədir, biri deyir yox bu əksinə belə deyil, belədir. Bu debatdır. Və belə bir mövzuya debat keçirtmək lazımdır. Əməyin rolu bizim həyatımızda, insan həyatında əməyin rolu. Və indi gəlin baxaq. Çexov nə deyib? Надо поставить свою жизнь в такие условия, чтобы труд был необходим. Без труда не может быть чистой и радостной жизни. Истинное сокровище для людей – умение трудиться. Эзоп. Трудолюбие – душа всякого дела и залог благосостояния. Чарльз Диккенс. Demək, Çexov deyib ki, özünü həyatda elə bir şəraitə qoymalısan ki, sənə əmək göstərmək mütləq olsun. Əməksiz heç bir həyat təmiz və sevincli ola bilməz. Ezop deyib ki, insanın əsl demək, sərvəti onun işləmək bacarığıdır, yəni işləməyə bacara bilməyidir. Və Charles Dickens deyib ki, əməksevərlilik insanın ruhunu və yaxşı olmasını, pul mənasında, belə mənada yaxşı olması üçündür. Yəni, insanın ruhu üçündür lazımdır. Следующее, задание третье. Вы пишите имеющиеся в рассказе «Старый кирпичник» фразеологизм и составьте с ними предложение. Deyir ki, burada frazologizmlar varsa, onları yazın və onlarla cümlə qurun. Baxın, elə bizim slovarimizdə heç bütün mətnə də baxmıram. Elə zaten burada 1, 2, 3, 4, 5, 6. 6 dənə zaten frazologizm burada var. Elə bunları yazıb cümlə qursaq, artıq yaxşıdır. В поте лица, окинуть взглядом, быть в тягость, хлеб насущный, не проронить ни слова, запасть в душу. Mən ikisi ilə cümlə qurum, siz də digərlərini cümlə qurub yazarsınız kommentariyalarda. Məsəl üçün, в поте лица. Мой дедушка работал в поте лица. День и ночь. Və yaxud da gəlin misal üçün, не проронить ни слова. После того, как мама поругала ребенка за его ошибку, он не проронил ни слова. Yəni, ana uşağı danladı, səhv elədiyinə görə və uşaq heç bir şey demədi, heç bir söz demədi. Yəni, burada 2 dənə, 3 dənə cümlələr, yəni bunlara cümlə quracağıq. Следующее задание. Выполните задание по образцу. Burada bizim nümunəmiz var, onu uyğun eləyəcəyik tapşırığımızı. Образец. Самира спросила подругу, куда ты поедешь на летних каникулах? Самира спросила подругу, куда она поедет на летних каникулах. Burada görürsünüz 2 dənə ayrı var və burada reported speech, yəni belə deyək də sizə. Rus dilində bu belə gedir. Primaya reç, kosvinaya reç. Yəni bir var demək kiminsə dediyi sözlər və bir də var ki açıq dialoq, yəni onun sözü. Burada görürsünüz onları birləşdirirlər və bir dənə böyük bir cümlə eləyirlər. Gəlin biz də eləyək. Лейла спросила у одноклассницы, какую профессию ты хочешь выбрать. Sadəcə bu 2 dənə nöqtəni yığışdırıb onun əvəzinə vergül qoyacaqsınız. Какую sözündə balaca ilə yazacaqsınız. Burada dırnaqları da yığışdıracaqsınız. Vəssalam. Sonda da sual işarəsi yoxdur, nöqtə qoyacaqsınız. Bildiniz? Eyni şeyi yazırsınız, 2 nöqtəni, dırnağı, sual işarəsini yığışdırırsınız, vergül qoyursunuz və какую sözünü balaca yazırsınız. Покупатель спросил продавца, какой ноутбук вы посоветуете мне купить? Yəni də eyni şey. Sadəcə burada bir də əvəzlikləri də dəyişmək lazımdır. Onu unutdum demək, üzrlü say, onu da mütləq dəyişirsiniz. Görürsünüz, burada t anaya keçdi. Burada da Лейла спросила у одноклассницы, какую профессию она хочет выбрать. Yəni, əvəzliyi dəyişəndə хочет sözü də təbii ki, hallanır, dəyişir. Ona görə onu uyğun yazırıq ki, она хочет выбрать. Покупатель спросил продавца, indi bunu bir də deyirik. Какой ноутбук он посоветует ему купить. Baxın, он посоветует ему купить. Bax, belə dəyişəcək. Отец спросил, bu vergüldür, 2 nöqtədir, sual işarəsini yığışdırmaq falandır. Yəni, ona uyğun. Onları artıq demirəm də, onları artıq bir dəfə başa saldım. İndi sadəcə sözləri dəyişdiririk. Отец спросил у своего знакомого, где находится его дача.
Поклонник известного актера спросил у него, может ли он дать ему свой автограф. Может ли он дать ему свой автограф? Подружка спросила меня, когда я стала увлекаться рисованием. Когда я стала увлекаться. Burada sadece я стала olacak. T'nın əvəzinə я qoyacağıq. Orxan спросил друга, почему он не идет с ними на концерт. Почему он не идет с ними на концерт? Мать спросила сына, во сколько заканчиваются сегодня его занятия. Burada твоины sadece əvəzinə его qoyuruq. Мы спросили нового одноклассника, в какой школе он раньше учился. Burada da sadece t'nın əvəzinə он qoyuruq. Rasul спросил у нас, куда мы идем. Burada ikisi de değişir. Куда мы идем уже olacaq, мы olacaq. Sevda спросила меня, во сколько у меня начинается тренировка. Так, тебя əvəzinə меня qoyuruq. Ümidvaram aydın idi bu tapşırıq. Задание 5. Подготовьте рассказ о том, кем бы вы хотели стать. Burada danışmaq lazımdır ki, siz nə olmaq istəyirsiniz. Mən sizə nümunə olaraq çalışacağım bir dənə mətn videonun təsvir bölməsində paylaşım. Siz də oradan baxarsınız, onu uyğun dəyişdirib özünüzə uyğun yazarsınız. Задание 6. Прочитайте обращение к молодежи Мирджалала, что завещает писатель потомкам. Burada Mircalalın cavanlara olan müraciəti var. Biz onu oxuyuruq, görürük ki, bizə nə demək istəyir. Birinci, yenə də tam rus dilində oxuyacağım, sonra ümumi tərcümə edərəm. Молодость – это отрезок жизненного пути, который всем предстоит пройти. Весна жизни. Так порой называют молодость. Да, молодость – это весна, но она не похожа на обычную весну. Весна, как время года, каждый раз повторяется. Молодость же дается человеку один и только один раз. Дается для того, чтобы проложить свой жизненный путь, представить свое будущее, определить цель жизни. Ни в какой другой период жизни перед человеком не стоит такая высокая, святая и очень важная цель. Успех никогда не достигается одной лишь мечтой, а добывается в упорной борьбе, благодаря труду и усердию. Стремление освоить бескрайние просторы, разведать земные недра, использовать и солнце, и воздух, и воду на благо людей должно быть не только мечтой. Всего этого можно добиться посредством неустанного, почетного, целенаправленного труда. Это работа с неиссякаемым упорством памяти, ума, рук. Нет в мире иного счастья, чем труд. Наша молодежь, наши дети должны постичь эту истину. Человек радуется, когда облачается в новые одеяния, когда видит дорогого друга, когда ему преподносят ценный подарок. Такое же чувство радости он должен испытывать, когда создает что-то новое, когда плодотворно трудится. Что может быть прекраснее, когда собираешь плоды с посаженного дерева, когда несешь знания детям, когда строишь дома для людей, когда видишь, как созданное тобой произведение доставляет людям радость и наслаждение. Жизнь проходит, а творения человеческие остаются. Наша молодежь должна испытывать потребность в соревновании, в развитии творческой мысли. Никогда не говорите о своем бессилии, о чем-либо, о том, что созданное вами никому никогда не понадобится. У молодого человека, сконструировавшего сегодня модель самолета, стремление стать авиаинженером будет еще сильнее. У ухаживающего сегодня за деревом подростка желание стать садоводом будет еще более твердым. Самое страшное – проводить время впустую, в развлечениях и удовольствиях. Ведь те, кто облекает светлую пору молодости призрачным туманом, не смогут вернуть потерянные дни и годы. Время золота. Эта народная мудрость прошла через испытания веков. Мне хотелось бы, чтобы наша молодежь время творческого труда, приобретения необходимых знаний считала самым содержательным периодом своей жизни. Словарь. Усердие, старание, постичь, понять, облачаться в одеяние, надеть одежду, облечь, покрыть, закрыть. Так, gəlin indi baxaq tərcüməmizə. Mircəlal deyir, cavanlıq bu həyatımızın bir hissəsidir, hansı ki, hamı keçməlidir, hamıyı keçir. Həyatın baharı, bəzən cavanlığı belə adlandırırlar.
Bəli, cavanlıq bu bahardır. Amma onlar o adi bir bahar oxşamır. Bahar bir fəsil olaraq hər il təkrarlanır. Cavanlıq isə insana bir dəfə, cəmi bir dəfə, ancaq bir dəfə verilir. O onun üçün verilir ki, o orada öz həyat yolunu etsin, qursun və öz gələcəyini təsəvvür etsin, öz həyatın məqsədini təyin eləsin. Başqa bir hansısa periodda insanın belə bir böyük məqsəd yoxdur. Vacib olan, çox vacib məqsəd olmur. Uğur heç vaxt ancaq bir dənə arzu ilə çatmır və o çox böyük bir demək savaşda əldə olunur, hansı ki əməyin və çalışqanlığın sahəsində olur. Demək hansısa demək dünyamızın yerlərinə çatmaq, onları tanımaq, onları öyrənmək, yerin altını, günəşi, havanı, sunu, insanların yaxşılığı üçün istifadə etmək bu təkcə arzu olmamalıdır. Bunun hamısını biz əldə etməliyik və hamısı da məqsədli, düzgün məqsədə uyğun olunmalıdır. Bu iş olur yaddaşın, ağlın, əllərin gücünün bitməməyinin sahəsində olur. Dünyada elə bundan başqa əməkdən yaxşı, daha xoşbəxtçilik böyük yoxdur. Bizim cavanlarımız, bizim uşaqlarımız bu həqiqəti bilməlidirlər, tanımalıdırlar. İnsanlar sevinir nə vaxt ki yeni bir paltar geyinir, nə vaxt görür ki başqa bir əziz dostunu, hansı ki ona hədiyyə verir, dəyərli. Həmçinin də belə bir sevinç hissi olmalıdır. O nə vaxt ki o nəsə təzə bir şey yaradır, nəsə əmək göstərir, onda da beləcə sevinməlidir. Bundan daha gözəli nə ola bilər? Haçan ki sən öz əkdiyin ağacın bəhrəsini yığırsan, meyvəsini yığırsan, sən uşaqlara bilik verirsən, sənin yaratdığın bir əsər başqa insanlara sevinç və həzz duyğusunu verir. Həyat keçir, amma insanların yaratdığı şeylər qalırlar. Bizim cavanlarımız bu ehtiyac duymalıdırlar ki bu yarışda ki nəyisə inkişaf olunsun, incəsənət fikirləri inkişaf olunsun. Heç vaxt deməyin ki siz gücsüzsüz, nədəsə və yaxud da sizin yaratdığınız bir şey heç vaxt heç kimə lazım olmayacaq. Cavan insan hansı ki bugün samolyotun, təyyarənin modelini qurub, onun avia mühəndis olması da daha da güclü olacaq və yaxud da ki bir uşaq hansı ki ağaca qulluq göstərir, o sabah bağban olmaq üçün daha fikri ciddi olacaq, bərk olacaq istəyi. Ən qorxulusu odur ki, vaxtı boş-boşuna keçirtmək, ancaq əyləncədə, nəsə belə kefdə keçirtmək. Axı kim ki istəyir ki, kim öz cavanlığını işıqlı bir zamana ayırır və qaranlığa bürümür və onun illəri, günləri itmir. Onu sonra çünki qaytara bilməz. Vaxt bu qızıldır. Bu demək xalq bir müdriklüyüdür ki, hansı ki keçiblər, bu əsrlər boyu keçiblər. Və mən də istərdim ki, bizim cavanlarımızın vaxtı incəsənət əməyi ilə keçsin, hansısa biliklər, vacib bilikləri, lazım olan bilikləri öz həyatlarında mütləq saxlasınlar, mütləq onları əldə etsinlər. Усердие bu çalışqanlıqdır, postiç nəyisə başa düşmək, əldə etmək, облачаться в одеяние geyinmək, облечь də burada bağlamaq mənasındadır, örtmək mənasındadır. Задание 7. Напишите, какие качества, по мнению Мирджалала, должно воспитывать в себе молодое поколение. Burada yazmaq lazımdır ki, Mircalalın fikrinə görə demək, hansı cavan nəslin hansı xəssiyyətləri olmalıdır. Məsəl üçün deyə bilərsiniz ki, усердный, старательный, воспитанный, трудолюбивый. Bax bu əsasən bunları deyirdi ki, işləmək mənasında. Трудолюбивый, старательный, работающий, трудоголик də deyə bilərsiniz. Bax bu demək sözləri istəyirdi ki, olsun. Задание 8. Закончите предложение. Burada biz indi cümlələri tamamlamalıyıq.
Ага, burada cümlelerimizi tamamlayaq. Я быстро перевел текст, несмотря на то, что не знал слова. Ramin burada öz fikrinizi də yaza bilərsiniz əlbəttə ki. Əgər cümlələr başa düşməsəz, deyərsiniz, mən sizə tərcümə eləyərəm kommentariya bölməsində. Belə isə bu cümlələri tamamlamaq lazımdır. Əsasən də несмотря на то, что ona baxmayaraq ki, хотя, halbuki bu sözlərlə deyil cümlələrimiz. Siz də öz fikirlərinizi mütləq yazın, mən sizə nümunə verirəm. Ramin продолжал заниматься спортом, хотя у него болела нога. Было уже совсем тепло, несмотря на то, что шел дождь. Я пошла с друзьями в музей искусств, хотя у меня были уроки. Спать не хотелось, несмотря на то, что я встал рано. В комнате было душно, хотя я открыла окно. Мы опоздали на поезд, хотя выехали вовремя. Так, задание 9. Закончите предложение. Burada da yəni cümlələri tamamlamaq lazımdır. Если бы не было дождя, мы пошли бы гулять. Burada əgər ki olmasaydı, biz nə isə eləyərdik mənasındadır burada mövzular. Если бы вы поехали с нами на экскурсию, вам бы очень понравилось. Если бы я мог решить эту задачу, я бы тебя не попросил о помощи. Если бы у меня была возможность, я бы всегда путешествовала. Если бы я был писателем, я бы написал произведение. Мы были бы очень рады, если бы вы приехали к нам. Я пришел бы на тренировку вовремя, если бы встал рано. Наш класс не победил бы в Олимпиаде по математике, если бы не занимались усердно. Путешественники продолжали бы путь, если бы погода была хорошая. Я обязательно пошел бы с вами гулять, если бы у меня не было бы много домашнего задания. Задание 10. Выполните задание по образцу. İndi nümunəyə uyğun eləyirik. Известный математик разрабатывал эту теорию несколько лет. Известный математик разработал эту теорию за несколько лет. Görürsünüz burada bitməmiş idi. Keçirtlər oldular bitmişi və burada biraz zamanı dəyişdirdilər ki, bitmişi işlədə bilək. Мой друг изучал русский язык 4 года. İndi deyəcəyik, мой друг изучил русский язык за 4 года. Bura za əlavə eləyəcəksiniz. Burada da изучал yox, изучил и eləyəcəksiniz. Ученые обсуждали эту проблему 2 часа. Ученые обсудили эту проблему за 2 часа. Мы готовились к экзаменам 2 недели. Мы подготовились к экзаменам за 2 недели. Спортсмен готовился к соревнованиям 1,5 года. Спортсмен подготовился к соревнованиям за 1,5 года. Художник рисовал эту картину полгода. Художник нарисовал эту картину за полгода. Эльнур учил новые слова 30 минут. Эльнур выучил новые слова за 30 минут. Дильбер читала этот роман неделю. Дильбер прочитала этот роман за неделю. Учащиеся музыкальной школы готовились к концерту весь год. Учащиеся музыкальной школы подготовились к концерту за весь год. Это интересно знать. Мирджалал является автором большого количества афоризмов на различные темы. Вот некоторые из них. Сберечь свободу – такое же святое дело, как и завоевать ее. Творчество – голос, идущий из сердца, а сердце – колыбель священных чувств. Нет большего счастья, чем возможность всегда, везде и каждому открыть свое сердце. Хорошее произведение бесценно. Растущее в тени дерева тени не даст. Для того, чтобы разорвать оковы, нужно использовать и силу ума, и силу рук. Настоящее искусство рождается в народе и служит народу. Свобода не дается, а завоевывается. Некоторые звезды не видны не от того, что очень мало, а от того, что находятся слишком высоко. Tak, burada deyir ki, Mircəlalın çoxlu aforizmləri var müxtəlif mövzulara və burada bir neçəsini veriblər bizə. Deyir ki, azadlığı qorumaq bu böyük bir müqəddəs işdir, necə ki onu elə əldə etməkdə. Yaradıcılıq bu ürəkdən gələn bir səsdir, ürək isə bu çox müqəddəs hisslərin olan bir yatağıdır, yeridir. Daha böyük xoşbəxtçilik yoxdur, nəinki həmişə hər kəsə və istədiyin yerdə öz ürəyini aça bilmək imkanı olsun.
Yaxşı əsər bu qiymətsizdir. Ağacın demək kölgəsində böyüyənlər kölgə verməzlər. Ki əgər bütün şeyləri qırmaq istəyirsənsə, bütün belə deyək də ipləri falan, bax belə mənada, onda həm ağlı istifadə eləməlisən, həm də əlin gücünü istifadə eləməlisən. Əsl incəsənət xalqın içində doğulur və xalq üçün xidmət eləyir. Azadlıq verilmir, əldə olunur. Bəzi ulduzlar görsənmirlər, ona görə ki, onlar çox balacadırlar və yaxud da onlar çox hündürdə yerləşirlər ona görə. Belə, bu qədər. Bu kitabda son 2 dərs qaldı, 8 və 9-cu hissələr və ola bilsin ki, qrammatikanda, kitabın sonunda qrammatika verilib, ola bilsin ki, onu da bir dəfə sizə izahını verirəm, bir videoda onu çəkərəm. Belə ümumi ola bilsin ki, 3 dənə də videomuz olsun və sonra keçək 2-ci dərsin, 2-ci sinifin yeni versiyasına. Belə, bu qədər. Sağ olun, gələn dərsdə görüşərik. Suallarınız olsa mütləq yazıb soruşarsınız. Всем удачи, всем хорошего дня. Если будут вопросы, пожалуйста, пишите. Увидимся на следующем уроке. До свидания.